الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. لتؤمنوا بالله و رسوله و تعزروه و توقروه و تسبحوه بکرة و اصیلا. Fəth surəsinin 9-cu ayəsindəyik. Allah-u Teala geçmiş ayədə Peyğəmbərin 3 dana sifətindən danışdı. Deyir, Peyğəmbəri biz göndərmişik, beləncidir, şahiddir, mübəşşirdir və nəzirdir. Əməllərinizi müşahidə edir, əməllərinizə qiyamət günü şəhadət verəcək, şahidlik keçəcək. Möminlərə, təqvallara xəbər verir, xoş xəbər verir, cənnəti, uğuru və günahkarlara, xətakarlara, Allaha iman gətirməyənlərə, inatkarlara da bəd xəbər verir, pis xəbər verir. Onlara xəbərdarlıq eləyir ki, belənçə əməllər pis nəticə verər. Ki, adına deyirik inzar, o şəxsin adına deyirik nəzir, munzir. Peyğəmbər mübəşşirdir və munzirdir. Bəşirdir və nəzirdir. Bəşir yəni muştuluq verən, xoş xəbər gətirən. Nəzir yəni xəbərdarlıq eləyən. Yaxşı, Peyğəmbər belənçidir, niyə? Deyir, bu xatirə ki, siz yolu tapasınız və yolu gedəsiniz. Dünyaya biz Peyğəmbəri göndərməmişik, gəlsin, danışsın, geçsin. لِتُؤْمَنُوا بِاللّٰهِ وَرَسُولِهِ. Əvvələn siz yolu inanasınız, yolu tanıyasınız. Allah'a imanınız ola, Resulullah'a imanınız ola. Biləsiniz, bu aləmdə bir varlıq var, bu aləmi idarə eləyir. Bir varlıq var, bu aləm ona bağlıdır, qəyyumdur, o vəlidir, o Rəbbidir. Və o, bu aləmi öz başına buraxmayıbdır. Necə dünyada, dünya qanunları, varlıq qanunları ona bağlıdır. Allah-u Teala vəhy yolu ilə insanın yaşamaq qanunlarını da göndəribdir. Yaşayış qanunu da ondandır, yaşamaq qanunu da ondandır. Varlığın qanunları onundur. Bəs iman gətirin, Allah Rəbbul aləmindir. Sizin yaşamaq və necə yaşayış qanunlarınız da o vəhy ilə sizə çatdırır. Bəs Allah'a iman gətirin, Resulullah'a ki, bu vəhy ilə çatdırır sizə. Bu bilməkdir, bu düşüncə tərəfidir. Gəlib siz yolu görəsiniz. İkincisi, yolu gedəsiniz. Yolu getmək budur ki, bu Peyğəmbərə kömək eləyəsiniz. Yolu getmək budur ki, bu Peyğəmbəri hörmət eləyəsiniz. Əzəmətli sayasınız. Və Allah'ı nüqsandan uzaq biləsiniz. Özdə səhər axşam, həmişə. Səhər axşam burada kinayədir, həmişə. Yəni biləsiniz ki, bu aləmdə hər nə Allaha aid olan iş var, görülübdür. Əgər bu aləmdə bir boşluq var, mənim nüqsanımdır, mənim xələlimdir, mənim çatışmamazlığımdır, nə Allahın? Subhanallahın mənası budur. O vaxta qədər ki, mən Allahı bir cür tanımıram, ki, aləmdə hər nə Allaha aid iş var, görünübdür. Bəşərə aid iş qalıbdır yerdə, onda hələ Subhanallah deyənmərəm. Allah eybidən və nüqsandan uzaqdır, yəni aləmdə nə iş var, görüb Allah, Allahlığına aiddir. Siz Allahı təsbih eləyəsiniz. Və bu Peyğəmbəri, Peyğəmbər şahiddir, mübəşşirdir, Allahın rəsuludur. Bunu etirazlı sözlərlə, narahat edici sözlərlə, ürəyə toxunan sözlərlə Peyğəmbəri narahat eləməyəsiniz. Vurud, tuəzziru, təzir sözü tuəzziru, yəni nusrət, kömək eləmək, Peyğəmbərə kömək eləyəsiniz. Və tuvəqqiru, tuvəqqiru yəni onu əzəmətli sayasınız, o böyük bir şəxsiyyətdir. İnsandır, amma o insan ki vəhy olur. İnsandır və lakin o insan ki mələkut açılıb ona, feriştə gəlir ona, vəhy gəlir ona. Siz fəqət insan tərəfliyini görməyəsiniz. O vəhy tərəfliyini də görəsiniz.
Feriştə ona nazil olur, Allahın hökmünü gətirir, onu da görəsiniz. Belənçi məna ki, bu ayəni elədim, 2 dənə şəxs əvəzlik, tuəzziruh və tuvəkküruhu Peyğəmbərə qeytərdim. Yəni, siz Peyğəmbər göndərmişik, iman gətirəsiniz Allaha və Rəsuluna, Peyğəmbərə kömək eləyəsiniz, Peyğəmbərə əzizləyəsiniz, hörmət eləyəsiniz, onun əzəmətindən yad eləyəsiniz, Tosəbbihu, yəni Allahı təsbih eləyəsiniz. Mərhum Əllamə Təbatibay buyurur ki, yox, bu cür məna düz gəlmir. Şəxs əvəzliklara hamısı bir yerə qeytməlidir. Bu tənasub, uyğunluq gərək qorula. Ona görə hamısını Allaha qeytərir. Buyurur, siz Allaha kömək eləməlisiniz, Allaha əzəmətləndirməlisiniz və Allaha təsbih eləməlisiniz. Yaxşı, Allaha kömək nədir? Bir Allaha kömək elə budur ki, Allahın dininə, Allahın rəsuluna kömək eləyəsiniz. Məna baxımından ikisi də bir-birinə yaxındır. Amma bu şəxs əvəzliyinin hara qeytməsinin bəhsidir ki, təfsirdə 2 dənə izah olunubdur. Hər halda bir izahı budur ki, Peyğəmbər gərək hörmətlənə, Peyğəmbər gərək əzizlənə, yaxşı yad ola. İndi bu ayə bizə də canlıdır. Ayə Peyğəmbər dövrünə aiddir ki, biz də gərək Peyğəmbəri əzizləndirək, Peyğəmbəri əzəmətləndirək. Bu iki Peyğəmbərin ad günü mərasimi tuturuq, bir nümunədir tuəzziruhdan, tuvəkkiruhdan. Bu iki Peyğəmbəri xatırladırıq, çünki Allah-u Teala vurur tuvəkkiruh. Hətta mərhum Əllamənin izah elətdiyi mənada da ki, Allaha qeytərir, məqsədi buyurur ki, bu Peyğəmbərə kömək eləməkdir. Peyğəmbərin dinini gətirib Allahın dinidir, ona kömək eləməkdir. Orada da biz Peyğəmbərə köməkliyimiz indiki dövrdə də Peyğəmbərin dinini qabağa aparmaqdır, izah eləməkdir, Peyğəmbərin özünü xatırlatmaqdır, özünün fəzailini deməkdir, yada salmaqdır. Hüdeybiyyə sülhündə bir hadisə baş verdi. O da bu idi ki, vaxtı müzakirə olunurdu, geçmiş cələsələrdə ərz eləmişəm. Peyğəmbər 1400 nəfərlə gəldi Mədinədən silahsız, yəni hərbi silahı yox. Qılıncı var idi qında, o musafir silahı idi, hərbi silah ayrıdır. Hərbi silahsız, ehram halında 1400 nəfərlə gəldi ömrə ziyarətinə. Hüdeybiyyədə dayandı. Məkkə müşrikləri qoymadılar girsin hərəm məntəqəsinə və gəlsin ziyarətə. Müzakirə olundu. Müzakirələrdə Peyğəmbər nümayəndə göndərdi Məkkəyə. Axırıncı nümayəndə sonraki 3-cü xəlifə idi, Osman ibn Affan idi. Bəni Ümeyyə ilə də familliği, əqrabalığı var idi. Elə bunun da təsiri var idi. Peyğəmbər bu nümayəndəni göndərsin ta onların rahat sözlərini eşitsin, rahat danışa bilsinlər. Bu biraz dayandı, saxladılar bu nümayəndəni, Peyğəmbərin nümayəndəsi. Belə güman olundu ki, istəyirlər öldürsünlər, belə yayıldı ki, istəyirlər təzyiq eləsinlər, bir əziyyət versinlər. Ona görə məsələ biraz mürəkkəbləşdi. Peyğəmbərin elçisi gedib, nümayəndəsi gedib, Məkkədən qayıtmayıb. Gedişib və belənçi bir şayə yayılıb, belənçi bir təbliğat olunub. Orada yenidən müsəlmanlar o 1400 nəfər Peyğəmbərə beyət elədilər. Bir növ, bu ehtimal var idi ki, elə müharibə baş versin. Çünki daha əgər Peyğəmbərin nümayəndəsi öldürülsəydi, mənası müharibə idi. Və Peyğəmbər Mədinədən də gələndə belənçi bir sözlər yayılmışdı ki, Peyğəmbər diri qeytməz, Peyğəmbərinlə gedənlər diri qeytməz. Hər halda bu fəza, bu atmosfer bir ruh yemmağıda, ruh tənəzzüldə yarana bilərdi. Müsəlmanlar ruhlarını yüksək saxlamaq üçün və bir növ İslam qüdrətini nümayiş vermək üçün yenidən Peyğəmbərlə beyət elədilər. Bu nə cür beyət idi?
yenidən beyət elədilər ki, ya Rasulallah, axıracan səndənik. Biz buradan qaçmayacağıq, qayıtmayacağıq, əsirlik qəbul eləməyəcəyik. Səndən axır qanımızacan müharibə eləyəcəyik, səndən himayət eləyəcəyik. Bu beyətin adına deyirlər, beyət təhtə şəcərə, ağacın altında beyət. Çünki Hüdeybiyyədə ağacın altında baş vermişdi. İkinci adı da var, beyət-i Rizvan. Çünki Allah bu beyətin razı olmağını haman bu Fəth surəsində buyurubdur. Rizvan yəni Allahın razılığı. Bu beyət bir növ yenidən öz himayəsini müsəlmanlar peyğəmbərinə, müsəlmanların rəhbərinə öz beyət etmağını yenidən təkidləndirdilər. Himayələrini yenidən göstərdilər. Və bu böyük rolu var idi ki, düşmən bilsin, müsəlmanlar hələ İslamdan əl çəkən deyirlər. Bu böyük rolu var idi, düşmən bilsin, müsəlmanlar peyğəmbərin kənarındadılar. Yorulmayıblər, bezməyiblər, qaçmazlar. Ona görə rob yarandı, qorxu yarandı onlarda bu vəziyyətdə. Bunlar 1400 nəfər, biz bir bələm adam, bizim düz kənarımızda belənci bir beyət edirlər peyğəmbərindən. Bu böyük bir rol oldu. Bunlar müzakirəyə özləri təklif elədi. Ona görə bu beyəti böyük sayır. Onlar ki, səndən beyət elərlər, Allahla beyət elədilər. İnnəl-ləzinə yubayi'unəkə innəmə yubayi'unəllah. Onlar ki, Peyğəmbər gəldilər Hüdeybiyyədə, ağacın altında sənlə beyət elədilər. Beyət yəni əl vermək. Bey söz ərəbdə yəni alış-veriş. Çünki alış-veriş olanda, indi də bəzi yerlərdə bu adət var. Allah bərəkət versin, əl verərlər. Allah sənə də bu alverdə bərəkət versin, mənə də əl verərlər bir-birlərindən. Bu bey, alver. Çün beləncidir, bir şəxsi də öz canını bəzl eləsə, bağışlasa rəhbərə və öz itaətini nümayişə qoysa ki, mən canımı da qədər itaətdəyəm, buna deyərlər beyət. Elə bir satdı. Bu məsələdə vaxtı gəldilər, beyət elədilər. Bir incə izah da budur ki, beyət hiç olunurdu, Peyğəmbərin əli yuxarıda olardı. Möminə gələdilər, belənci beyət elədilər. Deyir, onlar ki, sənlə beyət eləyirlər, bu əllər beyət eləyirlər, Allahla beyət eləyirlər. Allahın əli onların baş üstündədir. Allahın əli onların baş üstündədir. Bəzilər mənə eləyiblər ki, yəni Allahın qudrəti onlarındandır. Yox, Allah burada siz desin ki, Peyğəmbərin əli mənim əlimdir. Onlar ki, sənlə beyət etdin, beyət belə olardı da, yuxarıdan, belə olmazdı. Sənlə beyət elədilər, elə mənlə beyət elədilər. Allahın əli onların əllərinin üstündəydi. İnsan bir mənəvi dərəcəyə çata, əli ola Allah əli. Yədullah. Burada ayə deyir, Peyğəmbərin əli Allahın əlidir. Ayrı ayələrdə buna oxşar vardı. Mən yuti'ir rəsul fəqət əta Allah. Kim Peyğəmbərə itaat eləsə, Allaha itaat edibdir. Ona görə bir sıra ayələrdə bəzi insanlara insan itaat eləmək, əgər Allahın izni ola, Allahın əmri ola, Allahın itaati sayılır. Tohiddən uzaq sayılmır. Bu cahiliyyət baxışdır. Bu Qur'andan uzaq baxışdır ki, biz kobud formasında Allahı fəqət görək və deyək ki, ancaq Allaha itaat, sən Peyğəmbərə itaat eləsən şirk olar, Əmirül-Möminə itaat eləsən şirk olar. Allah özü buyurur, kim Peyğəmbərindən əl verdi, məndən əl verdi. Kim Peyğəmbərə itaat elədi, məndən itaat elədi. Buyurur, İnnəl-ləzinə yubayi'unəkə innəmə yubayi'unəllah. Kim sənlə beyət eləyir,
Həqiqətən Allahın əmriyyət eləyirik. Yədullah fəvqə eydihim. Allahın əli olan əllərin üzərindədir. Əssalamu aleykum və rəhmətullah və bərəkət.